Salam aleykum əziz müsəlmanlar. Bugünkü mövzumuz imamət barəsindədir ki, hansı ki 12 imamın adları Quranda niyə yoxdur? Adətən bu suallarla müraciət edirlər və deyirlər ki, Şiənin təməl prinsipi, əqidəsinin təməl prinsipi imamətlə bağlıdır. Əgər bu haqdırsa, yəni imamət haqdırsa və Allah Taala tərəfindən seçilibdirsə imamlar, adları Quranda niyə yoxdur? Öncə onu qeyd edeyim ki, bu məsələyə elə imamların zamanında da cavab verilibdir, suallar olunubdur. Hətta bir misal çəkim, İmam Sadiq əleyhissalama, indi sizə də təqdim edəcəm, Əl-Kəfidə keçir. İmam Sadiq əleyhissalama bu sualla müraciət elədilər və imam da çox gözəl cavab verdi. İmam buyurdu ki, namaz ayəsi var, amma rükətlərinin sayı yoxdur. Hansı ki, bunu Peyğəmbər bəyan elədi. Zəkat məsələsi var Quranda, amma zəkatın necəliyini Peyğəmbər izah elədi. Həccə əmr olunubdur, amma həcci təvaf 7 dəfə təvaf məsələsinin Peyğəmbər öyrədibdir və s. və ilaxır. Yəni bu tarix boyu bu məsələlər deyilibdir. Bu məsələlər deyilibdir, hansı ki baxın, həcc vacibatdır, namaz vacibatdır, zəkat vacibatdır. Bunlar vacibatdırsa onda gərək təfərrüatı ilə hamısı Quranda olaydı. Niyə olmadı? Bu bizim birinci cavabımız. İkinci cavab. Bunlar ki, öz əqidələrinə əsasən, indi bunu açıq şəkildə etiraf eləməsələr də, əhl-i xilaf, açıq şəkildə etiraf eləməsələr də, amma mənbələrin, bunların hamısı qeyd olunub, bunların mənbələrində. Baxın, İbn Həcər Əbu Hənifənin dilindən nəql edir. Əs-Səvaiqul Muhriqə kitabında cilt 1 səhifə 138-də deyir ki, Əbu Bəkir Ömərin deməli xəlifəliyini qəbul etməyən kafirdir. Yəni bunlara görə Əbu Bəkir də, Ömər də, Osman da haqq xəlifədir. Hətta baxın mən mədəsə təqdim edirəm, yəni təkfir olunurlar əgər kimlər qəbul eləməsə. Haqq xəlifədirsə, o zaman mən buradan sual edirəm. Onların adları Quranda niyə yoxdur ki? Əgər bunlar haqdırsa və nəyə əsasən kafir çıxardırlar kimlər onları qəbul eləməsə? Nəyə əsasən çıxardırlar? Əgər haqdırlarsa adları Quranda olmalıydı. Bu bir. İkincisi, 124 min Peyğəmbər, bunun Vəhabisi də, Sünnisi də, Şiəsi də hamısı qəbul edir ki, bunlar 124 min Peyğəmbər Allah Taala tərəfindən göndərilibdir. Amma Quran-ı Kərimdə cəmi 25-inin adı çəkilir. O zaman mən sual edirəm, onlar haqq Peyğəmbərləri idi, niyə 124 minin adı yoxdur orada? Yəni, haqdılar da, əgər haqdan söhbət gedirsə, 124 minin adı niyə yoxdur Quranda? Cəmi 25-inin adı çəkilir. Yəni, bilirsiniz, ümumiyyətlə bu imamət məsələsinə mən ayrıca bir mövzu kimi vermişəm. Kim istəsə, YouTube kanalımda da, digər sosial platformalarda da bu məsələni açıqlamışam və 12 imamın bir adlarının Peyğəmbər tərəfindən deyilməsi sabitdir. Sünni mənbələrində. Baxın, bu mənbələrdə də gəlir və ayrıca mövzudur deyə daha mən buna toxunmuram və sizə Quran ayələri təqdim edirəm, hansı ki, Peyğəmbər həvai həvəsdən heç nə deməz, nə deyərsə Allahın sözünü deyər. Peyğəmbərə gələn Allahın sözüdür və əgər o Allah deyir, bizim adımızdan nəysə uydursa, onun şah damarında artıb qopardarıq. İndi mən buradan sual edirəm. İndi burada kimsə deyə bilər ki, bu ancaq Qurana aiddir. Yox, Peyğəmbərə məgər vəhy elə bir dənə Quranla deyilirdi? Yox, məsələn, bu sünnidə də sabitdir, şiədə də sabitdir ki, İmam Hüseyin əleyhissalamın öldürülməsini Cəbrail əleyhissalam gəldi dedi. Məgər Quranda var bu? Yox, amma sabitdir onların mənbələrində də, bizim mənbələrimizdə də ki, Peyğəmbər İmam Hüseyin əleyhissalamın Kərbalada öldürülməsini deyibdir və Peyğəmbərin ölümündən 50 il sonra İmam Hüseyin əleyhissalam Kərbala çölündə şəhid edilibdir və bu sabitdir. Ümmü Sələmə anamız tərəfindən hətta Peyğəmbər ona torpaq verir, deyir, bu qırmızı rəngə boyananda artıq İmam Hüseyin, mənim oğlum İmam Hüseyin öldürüləcəkdir. Yəni bu sabitdir. İndi 12 imamın adlarının Peyğəmbərə Allah Taala tərəfindən buyurulduğu
Bu sabitdir. Çünki Quran deyir, həvai həvəsdən heç nə deməz. Nə deyərsə Allahın sözünü deyər. Nə deyərsə Allahın sözünü deyər. Yəni Allahın buyurduğunu deyər. Allahın əmrini deyər. Yəni bu məsələ sabitdir və Quranla da ki, burada göstərirəm sizə ayələri göstərirəm. Peyğəmbər özündən heç nə deməz ki, və sünni mənbələrində də bunlar gəlibdir. Yəni bunu ümumiyyətlə bu 12 imam məsələsinin geniş mən bir mövzu şəklində, həm də imamətin Quranda olması məsələsinin mövzularla vermişəm. Səhifələrimdə var. Yəni girib də inşallah izləyə bilərsiniz. Və sonda nəyi demək istəyirəm? Sonda onu demək istəyirəm ki, əqidənizdə şübhə eləməyin və bilin Peyğəmbərdən sonra haqq yol əli yoludur və Peyğəmbərdən sonra 12 imam haqdır. Bu 12 xəlifənin sabitliyi, bunlar özləri öz diliylə deyirlər. Amma gətirirlər Əbu Bəkri, Öməri, Osmanı, Həzrət Əlini, Həzrəti Həsəni gətirirlər, hətta Muaviyyəni də ora düzürlər, qoşurlar. 5-in altını tapırlar, 5-in altını tapırlar. Qalanların amma tapa bilmirlər. Tapa bilmirlər qalanların. Amma ki, belə bir şey ola bilər, yox, ola bilməz. Və mən buradan sonda bir dənə sual verirəm. Bunlara bu günləri desən ki, bunlara bu günləri sualla müraciət eləsən ki, əgər xəlifəni Allah seçmirsə, gəlin onda 12-ci imamı seçək. Hansı ki, bir şia alimi də bir konferansda sual eləmişdi sünnilərə ki, əgər xəlifəni Allah seçmirsə, 12-ci imamı elə öz aramızdan seçək də, olurdu demişdi, mümkün deyil. Yaxşı, belə olan təqdirdə necə olur ki, məhz Həzrəti Mehdi əleyhissalamın Allah Taala tərəfindən seçilməsini qəbul edirsiniz, amma digər 11 imamı qəbul eləmirsiniz. Bu bir. İkincisi, 12-ci imam, indi bizə görə 12-ci imamdır, sizə görə lap olsun Həzrəti Mehdi əleyhissalam. Həzrəti Mehdi əleyhissalam Allah Taala tərəfindən seçilirsə və haqdırsa, sabitdirsə, onunla da Quranda niyə yoxdur bəs? Və siz deyirsiniz ki, ümumiyyətlə Quranda heç ona işarə də yoxdur. Amma hansı ki, yüzlərlə ayələr, 100 neçə ayə Həzrəti Mehdi əleyhissalama işarə veribdir. Və bu barədə də çoxlu mövzular var. Yəni sonda nəyi demək istəyirəm? Yəni sizin o fikirləriniz yalnız özünüz allada bilər. Başqa heç kimi. Əqidənizə şübhə eləməyin və bilin Peyğəmbərdən sonra haqq yol əli yoldur. Qiyamətə kimi ya Əli. Sağ olun.